Gəlib deyirlər ki, sübh namazı qılmaq üçün vaxtında mənə zikr öyrət, bizə deyirlər. Elə bilirlər ki, biz sehirbazıq. Deyirsən, yaxşı zikr istəyirsən, məsələn, filan surənin filan ayəsini oxu. Deyir, eləmişəm, xeyri yoxdur. Deyirsən, yaxşı, bu duanı da oxu. Deyir, onu da eləmişəm, xeyri yoxdur. Deyirsən, nə vaxt yatırsan? Deyir, 2-də. Sübh namazı nə vaxtdır? 4-də işləmiş. Məsələ bundadır ki, sən git yuxuvu tənzimlə. Sübh namazında durmaq istəyirsənsə, ya ertədən yat, ya da yatma. Sən 2-də yatıb 3-də durmaq istəyirsən, zikr səni durğuzmayacaq. Niyə onu imanla yükləyirsən? Bunu deyəndə də deyir ki, yox, adam mömin olsa, imanı olsa, iman onu durğuzar. Oldu, indi o səni mühafizə edir. Məndən yol istəyirdi, məsələn. Yol deyirsən, deyir, yox, iman olsa, elə 10 dəqiqədə bəs eləyər. Belə bir şey yoxdur, qaydalarla hər şey tənzimlənir. Din, iman, şəxsi keyfiyyətlərlə, onların konkret islah yolları ilə əlaqəli.